Ənsarın etirazı. Səd İbni Übadə Ənsar arasında baş verənlər və dolaşan söz-söhbətləri Peyğəmbər salavatıllaha çatdırmağı vacib saydı. Çünki onlar deyirdilər, Allahın Rəsulu öz qövmünə qovuşduqdan sonra səhabələrini yaddan çıxarmışdır. Səd Ənsarı bir yerə topladı və onlar Allah Rəsulunun yanına gəldilər. O həzrət Ənsara xitabən belə buyurdu. Ey Ənsar əhli! Sizin dedikləriniz mənə çatmışdır. Siz qəlblərinizə bir həyəcan salmısınız. Sizə zəlalət baş vermişdir. Qoy Allah sizləri düzgün yola yönəltsin. Çətinliyiniz varsa, Allah sizləri zənginləşdirər, varlandırar, düşmənləriniz varsa, sizləri dost edər. Cavabında dedilər, bəli, Allah və onun Rəsulu ən inanılan və ən fəzilətlidir. Sonra Peyğəmbər salavatullah buyurdu, mənə niyə cavab vermirsiniz? Onlar soruşdular, nə cavab verək, ya Rəsulallah? Allahın Rəsulu buyurdu, vallah, əgər istəsəniz deyərsiniz və doğrusunu danışarsınız. Siz bizim yanımıza aldadılmış halda gəldiniz və biz sizə doğru olanı dedik. Yanımıza köməksiz, dəstəksiz gəldiniz, sizləri müdafiə etdik. Qovuldunuz, sizlərə sığınacaq verdik. Kasıb, yoxsul idiniz, sizlərə yardım və kömək etdik. Siz, ey Ənsar, öz nəfsinizi dünya malından nəyəsə saldınız, bəziləri buna öyrəşib müsəlman olmaq istədilər. Mən sizlərə İslamı bəxş etmişəm. Məyər siz, Ənsar, adamların buradan qoyun-quzu və dəvələrlə getməsini, Allah Rəsulunun yanına öz dəvələrini minib gəlmələrini istəmirsiniz? Muhammedin canı və ruhu onun əlindədir. Əgər hicrət olmasaydı, mən də Ənsardan biri olardım. Əgər adamlar özlərini bir xalq kimi aparsaydılar və mən Ənsara bir xalq kimi rəftar etsəydim, o zaman Ənsarın az bir hissəsi ilə iş qurardım. Bu sözlər Ənsarın qəlbində Peyğəmbər salavatullahla bağlı yanlış fikirdə olduqları barədə yəqinlik hissləri oyatdı və onlar bir daha əmin oldular ki, Peyğəmbər salavatullah haqda təsəvvürləri səhvdir. Bu səbəbdən ağladılar və dedilər, ya Rəsulallah, biz yanlış olduğumuza razıyıq və sənə sadiq olacağımıza bir daha and içirik. Peyğəmbər salavatullah yanındakı adamlarla bərabər Zilqədə ayında Cüranədən Məkkəyə tərəf yola düşdü. O, ümrəsini başa vurdu, ehramdan çıxdı. Əttab İbni Üseydi, Məaz İbni Cəbəli Məkkədə qoyub, özü ilə olan mühacir və ənsarla bir yerdə Mədinəyə yola düşdülər. Əs-Siratun Nəbəviyyə, 2-ci cild, 498-ci səhifə. Əl-Məğazi, 3-cü cild, 957-ci səhifə. Təbuk döyüşü. Təbuk döyüşü hicrətin 9-cu ilində Rəcəb ayında baş vermişdir. Artıq müsəlman dövləti ətraflarını qorxuya salan bir varlığa çevrilmişdi və müsəlmanlar İslami missiyanı yeryüzünün hər güşəsinə çatdırmaq üçün bu dövlətin sərhədlərini və torpaqlarını qorumağa borclu idilər. Peyğəmbər salavatullah İslam dövlətinin hər yerində olan müsəlmanlara xəbərdarlıq etdi ki, Bizanslılarla müharibəyə hazırlaşsınlar. Çünki ona Bizanslıların Ərəbistan yarımadasına hücum etmək, İslam dövlətini məhv etmək və İslam dinini yer üzündən silmək üçün hazırlaşmaları barədə dəqiq xəbərlər çatmışdı. Bu hadisə məhsuldarlıq az olan ildə baş vermişdir. Yay idi və havanın həddən artıq isti olması çoxsaylı və çoxlu hərbi sursata malik olan güclü bir ordunu təqib etmək üçün yürüşə çıxmağı xeyli çətinləşdirirdi.
Ona görə də zəif iradəli və mənəviyyatı yüksək olmayanlar qətiyyətsizlik göstərdilər və bu da ikinci dəfə müsəlmanlar arasında nifaqa səbəb oldu. Bu vəziyyət onları həvəsdən salar, İslamı köməksiz qoyaraq taleyin ümidinə buraxa bilərdi. Nəticə olaraq bəzi müsəlmanlar dünyəvi işlərlə bərk məşğul olduqlarından, bəziləri də möhkəm istini bəhanə gətirərək, digərləri isə həqiqi müsəlmanların Allah yolunda cihad üçün öz mal dövlətlərindən keçmələrinə baxmayaraq, öz kasıblığını və onları özü ilə aparmaq üçün Peyğəmbərin də maddi imkanlarının məhdud olmasını səbəb gətirərək orduya qoşulmaqdan imtina etdilər. Peyğəmbər salavatullaha xəbər çatdı ki, münafiqlər bir yəhudinin evində yığışmış, adamları düşmən ordu ilə üz-üzə gəlməkdən qorxudur, onlarda inamsızlıq və qətiyyətsizlik hissləri yaradırlar. Ona görə də o həzrət münafiqlərlə qətiyyətlə rəftar etdi və onların evlərini yandırmaq üçün bir nəfər göndərdi ki, bu da başqalarına ibrət dərsi olsun. Allah Teala da münafiqlərin niyyətlərini və planlarını açan, qətiyyətsizləri məzəmmət edən və zəifləri bağışlayan ayələr nazil etdi. Dərhal sonra müsəlman ordusunun sayı ən azı 1000 döyüşçüyə çatdı. Peyğəmbər salavatullah Əli ibn Əbu Talibi Mədinədə öz yerində saxlayaraq çıxmağa qərar verdi. Belə ki, o həzrət münafiqlərin şəhərdə hər hansı bir təxribat törədə biləcəyindən ehtiyat etsə də, Əlinin təcrübəsinə, tədbirli olmasına və güc qüvvəsinə arxayın idi. Allahın Rəsulu buyurdu: Ya Əli, Mədinə yalnız mənə və sənə yararlıdır, lazımdır. Əl-İrşad 1-ci cild 115-ci səhifə. Ənsabul Əşrəf 1-ci cild 94-95-ci səhifələr. Kənzül Ümmal 11-ci səhifə. Əli əleyhissalamın fəzilətləri fəsli. Peyğəmbər salavatullahın yanında Əli əleyhissalamın mövqeyinin elan olunması. Münafiqlər və Əli ibn Əbu Talibin Mədinədə qalmasının ürəklərinə xəstəlik saldığı adamlar bununla bağlı şayələr yayaraq dedilər: Peyğəmbər ondan xoşu gəlmədiyi üçün və canını qurtarmaqdan ötürü onu Mədinədə saxladı. Əli əleyhissalam bunu eşitcək, Allahın Rəsuluna çatmağa tələsdi və Mədinə şəhərindən çox da uzaq olmayan bir yerdə ona çataraq buyurdu: Ey Allahın Rəsulu! Münafiqlər iddia edirlər ki, məndən xoşun gəlmədiyi və canını qurtarmaq istədiyin üçün məni Mədinədə saxlamısan. Peyğəmbər salavatullah cavabında buyurdu: Yalan deyirlər. Mən səni ona görə Mədinədə saxladım ki, orada qoyub getdiyimə sahib durasan. Məni ailəmdə və öz ailəndə əvəz edəsən. Məyər sən Harunun, Musanın yanında tutduğu mənzilət kimi mənim yanımda elə bir yer və mövqe tutmağa razı deyilsən? Axı Peyğəmbər düşmənçilik etməz. Əmtaul Əsma 1-ci cild 449-cu səhifə. Səhih-i Buxari 3-cü cild 1359-cu səhifə. Hədis 3503. Səhih-i Müslim 5-ci cild 23-cü səhifə. 2404-cü hədis. Sünnəni İbn Macə 1-ci cild 42-ci səhifə. 115-ci hədis. Müsnəd-i Əhməd 1-ci cild 284-cü səhifə. 1508-ci hədis. Çətinliklər ordusu. Müsəlmanların ordusu əyri-üyrü və çətin istiqamətlə yola düşdü və Peyğəmbər salavatullah başqa döyüşlərdən fərqli olaraq onlara bu yürüşün məqsəd və məramlarını izah etdi. Mədinədən Peyğəmbərlə çıxanlardan fərqli olaraq
yolda ona qoşulanlar o həzrətə asi çıxdılar. Ona görə də Allahın Rəsulu səhabələrinə buyurdu: qoyun belə olsunlar. Əgər onlarda xeyir olsa, Allah Taala onları sizə qoşacaq. Əksinə olarsa, sizi onlardan xilas edəcək, uzaqlaşdıracaqdır. Həzrət, Salih qövmünün yaşayış yerlərinin xarabalıqlarının yanından keçəndə, Peyğəmbər tez-tez hərəkət etməyi tapşırdı və səhabələrə xəbərdarlıq edərək buyurdu: zülm olunmuşların evlərinə girməyin, yoxsa onların başına gələnlərin sizin də başına gələcəyindən qorxaraq ağlayacaqsınız. Və onlara tapşırdı ki, bu yerin suyundan içməsinlər. Peyğəmbər salavatullah döyüşçülərə bu yerlərdə hava şəraitinin də təhlükəli olması, Əs-Siratun Nəbəviyyə 2-ci cild 521-ci səhifə, Əs-Siratul Hələbiyyə 3-cü cild 134-cü səhifə. Bu döyüşlə bağlı su, ərzaq, xərclər, at və dəvə sarıdan çətinliklər barədə də onlara xəbərdarlıq etdi. Bütün bunlara görə də bu dəfəki ordu çətinliklər ordusu adlandırıldı. Müsəlmanlar Bizanslıların ordusu ilə üz-üzə gəlmədilər, çünki ordu dağılmışdı. Burada Peyğəmbər salavatullah səhabələri ilə düşməni təqib edib etməmək ya da Mədinəyə qayıtmaq üçün məsləhətləşdi. Onlar belə cavab verdilər: əgər sənə irəli getmək əmr olunubsa, onda irəli get. Peyğəmbər salavatullah buyurdu: əgər mənə belə əmr olsaydı, sizinlə məsləhət etməzdim. Əl-Məğazi 3-cü cild 1019-cu səhifə. Belə olan halda Rəsul-i Əkrəm Mədinəyə dönməyi qərarı aldı. Peyğəmbər salavatullah Ərəbistan yarımadasının şimal bölgələrinin başçıları ilə əlaqəyə girdi və onlarla bir-birinə hücum və düşmənçilik etməmək barədə müqavilələr bağladı. Sonra Peyğəmbər salavatullah yeni hücumları zamanı Dumətul Cəndəl məntəqəsinin başçılarının Bizanslılarla əməkdaşlıq etməsindən ehtiyat edərək Xalid İbni Vəlidi oraya göndərdi və müsəlmanlar bu yerlərin başçılarını əsir alıb böyük qənimətlər əldə etdilər. Ət-Təbəqatul Kübra 3-cü cild 1042-ci səhifə. Məcməül Bəyan 3-cü cild 46-cı səhifə. Biharul Ənvar 21-ci cild 247-ci səhifə.